Hər vaxtınız xeyir olsun. Tərəzilərdən 59-78 nömrəli testlərin izahına baxacağıq. 59-dan 70-ə qədər olan tərəzilər salxım tərəzilər adlanır ki, bunların bir qismi tamamilə tarazlıqdadır, bir qismində isə tərəzinin müəyyən hissələri tarazlıqda, bəziləri isə tarazlıqda deyil. Məhz bu tip sualların da çətinliyi oradan ibarətdir ki, bəzi tərəzilər tarazlıq formasında olmur və onlarda artıq müxtəlif qiymətlər yazıb yerinə yoxlamaq lazımdır. Bu da biraz bizim vaxtımızı aparır. İndi keçək konkret sual tipləri üzərində izah etməyə. Məsələn, 59-cu sualda bizə verilən tərəzi tarazlıqda olan bir tərəzidir. Həmişə tərəziləri həll eləyəndə, tarazlıqda olan tərəziləri həll edəndə x-ləmə üsulu deyirik. Tərəzilərin ən aşağı qoldan olaraq başlayırıq. Nə etməyə? X-ləməyə. Yəni ki, burada olan, ən aşağıda olan göz baxıram ki, bunlardır. Bunların çəkisinə mən bir gözə deyərəm x. Tutaq ki, buradan asılan fiqurun çəkisi x-dir. Onda onun tarazlığının yanındakı da x-dir. Buradan yuxarı asılan qol isə o 2 dənə x-i daşıyır. Sol tərəfdə bu x-i, sağ tərəfdə isə bir digər x-i daşıyır. Onda buradakı qol 2x-dir. Həmçinin onun tarazlığı da x, yuxarı 4x, 4x, aşağı 4x bölünür 2x, 2x-ə 2x özü də bölünür x-ə. Yuxarıda 4x birləşir 8 olur, 8 aşağıda bölünür 4x, 2x, 2x formasında. Bəs bu bizə nəyə lazımdır? Bu bizə eyni çəkidə olan gözləri görmək üçün lazımdır. Hansı fiqurlar və yaxud da ki, hansı fiqur kombinasiyaları eyni çəkilidirsə, o bizə lazımdır. Və bir də ən əsası bunlarda şərtə diqqət yetirmək lazımdır. Şərtlər müxtəlif formada verilir. Bəzən qeyd olunur ki, eyni fiqurlar, fərqli fiqurlar isə fərqli bir rəqəmli ədədlərdir. Bəzən deyir ki, eyni fiqurlar, fərqli fiqurlar isə fərqli natural ədədlərlə ifadə olunur. Əgər bizə desə fərqli bir rəqəmli ədədlərdir, onda burada sıfırı da nəzərə alırlar. Yəni siz sıfırı da bu çəki daşlarını hesablayanda nəzərə almalısınız. Amma desək ki, yox, natural ədədlərdən, fərqli natural ədədlərdən təşkil olunur fiqurlar, onda artıq 1-dən götürməliyik. Bir rəqəmli natural ədəddə isə 1-dən 9-a qədər götürməliyik. Və yaxud da ki, bəzən şərtdə özü yazır ki, 1-dən 9-a qədər natural ədədlərdir. Şərt müxtəlif formada verilə bilər, ona görə şərtə diqqət yetirmək lazımdır. Burada da bizə deyir, fərqli bir rəqəmli ədədlər, yəni biz 0-dan 9-a qədər ədədləri götürməliyik. Onda tərəziləri həll edəndə siz mütləq şəkildə 0-dan 9-a qədər indi şərtdən asılı olaraq rəqəmləri düzürsünüz. Və istifadə etdiyimiz ədədlərin üzərindən xətt çəkirik ki, artıq onları yenidən istifadə etməyək. İndi nə etmək lazımdır? Baxıram ki, ən böyük gözdən başlamaq həmişə daha çox kömək olur. Çünki orada daha az versiya olur. Məsələn, mən baxıram bura. Tərəzinin bu gözü də x-dir, bu da x-dir, həmçinin bunlar da x-dir. Eyni gözlərin, eyni tarazlıqda olan, yəni eyni ölçüdə olan tərəzinin qollarına baxanda verə biləcəyimiz qiymətləri məhz onlara əsasən təyin edirik. Məsələn, ən böyük olan görürəm tərəzinin qolu buradadır. İndi burada biz 5 bucaq və romba müəyyən qiymətlər verməliyik. Aydındır ki, əgər romb 1 olsa, əgər deyirəm, 1 olsa, onda mən 5 bucağa artıq bir qiymətini verə bilmirəm. Çünki bu tərəzi çox böyük olur. Bu 6-dır. 2, 2, 2 olsa 6 da buradan gəlir, bura 12 çıxır. Bu tək fiqur 12 olur. Axı bizdə maksimum 9-a qədər var. Onda belə çıxır ki, mən bunlardan əgər romba 1 versəm, yerdə qalana 0 verməliyəm. Və yaxud da ki, indi ola bilər ki, romb da 0 olsun. İndi rombun 0 olub olmadığını nə biləcəm? Tutaq ki, deyirəm romb 0-dır. Yəni, baxın, romb 0 olsa, bu bir dənə fiqur buna gəlib bərabər olurmu? Bəli, bərabər olur. Tutaq ki, buna mən 4 demişəm, onda x gözünün, x qolunun çəkisi 4 olur. Bu da x qoludur, onda bunun da çəkisi 4 olur. Onda belə çıxır ki, mən romba 0 verə bilmirəm. Romba 2 də verə bilməyəcəm, çünki 2, 2, 2, 2, 2, 10 edəcək. Bu gəlib 10 çıxacaq minimum olaraq. 2 də verə bilmirəm. Ona verə biləcəyim yeganə qiymət 1-dir. Bura 1 yazandan sonra bu qol oldu 5. Sonra bunlara baxıram.
2, 2, 2 versəm 11 olacaq. Bizə lazım deyil. Onda bunlara 0 verməliyəm. Bunlara 0 verəndə avtomatik kvadrat 5 çıxır. Deməli, biz nəyi tapdıq? 0-ı tapdıq, 1-i tapdıq, 5-i tapdıq. Üzərindən xətt çəkirik. Və x-lərimizin hamısı nə oldu? 5 oldu. Artıq bunu silib, x-lərin yerinə 5 yazıb, rahat formada həll edə bilərik. Aha. Bu göz 5'ti. Bu da 5. Bu birləşir 10 olur. 10, 20 olur. 20, 20 bölünür 10, 10. Bura birləşir 40 olur. 40'dırsa 20, 20 bölünür. O da bölünür 10, 10. İndi hansına ki qiyməti yazmışıq, gətiririk onu. Burada istifadə edirik. Məsələn, buna 0, buna 1 demişəmsə, ulduz 9 çıxacaq. Artıq 9'u da mən atıram. İstifadə etdik. Bu 1'dirsə, yumru olacaq 4. 4 də getdi. Bura 4 yazandan sonra ürək nə qalır? 2 dənə ürəklə 4'ün cəmi 10'dursa, bunlar 6. Yəni 3, 3 bölünməlidir. Ürək 3'dürsə, 3 bucaq 7 olacaq ki, cəmi 10 versin. Biz 7'ni də istifadə elədik. 3'ü də istifadə elədik. Bu 3'dürsə, əgər ulduz 2 olmalıdır ki, cəmi 5 olsun. 2'ni də istifadə elədik. Yerdə nə qaldı bizdə? 3 bucaq nə idi? 7. 7, 7, 14. Üstünə də dairə gələndə 20 eləyir. Onda dairə nə olmalıdır? 6. 6'nı da istifadə elədim. Baxıram ki, ulduza 2 demişəm. Bu da həmçinin 8 olmalıdır ki, cəm 10 olsun. 8'i də istifadə elədim. Və mən fiqurlarda, tərəzilərdə bütün fiqurları istifadə etdim. Hər birinin də qiymətini tapdıq. İndi gətiririk yuxarıda bizdən bu ifadənin qiymətini soruşur. Fiqurların qiymətlərini yerinə yazıb hesablayırıq. Ulduz 9'dur. Üzərinə gəlirəm. Bu dairə 4'dür. Plus 5 bucaq 0'dır. Ürək 3'dür və kvadrat isə 5'ə bərabərdir. 13 plus 8 cəm bizə verir 21. Doğru cavab Y variantıdır. 60'da. 60'da da yenə eyni qaydada aşağıda olanları x-ləmək lazımdır ki, çəkilərini görə bilək. Bu 2x-dırsa, burada 2x-dır. 4x bölünür 2x, 2x-ə. Yuxarı 8x. Yuxarı 8x. 4x, 4x, 2x, 2x, buralarda 2x, 2x bölünür x-x'ə. İndi baxacağım nədir? Baxa biləcəyim, mən baxanda görürəm ki, bu qol və bu qolun çəkiləri bir-birinə bərabərdir. Təbii ki, bunlara 0 deyə bilmirəm. 4 dənə dairə bərabərdir 3 dənə 5 bucaqlıya. Onda belə çıxmır ki, dairə 3'dür. Dairə 3'dür. Və 5 bucaqlı da nədir? 4'dür. Dairə 3, 5 bucaqlı 4 ola bilər. Və yaxud da ki, bu 6, bu birisi 8 ola bilər. Amma indi orada ziddiyyət yaranır ki, mən buna 6 desəm, bu olur, gəlir 24. Bu 24'dürsə, bura 6, onda gəlir bunu 18 çıxır. Bu ola bilməz axı. Onda elə minimal olaraq gətirib biz dairənin yerinə 3, 5 bucaqlının da yerinə 4 yazmalıyıq ki, bu qollar bərabərləşsin. Bura 3 yazdıq. Burada 4 yazırıq. Artıq bütün tərəzinin qollarının çəkilərini tapmış olduq. Bunları silə bilərik. Bu x-lər sadəcə bizə hansı qolun hansı qola bərabər olduğunu tapmaqda kömək eləyir. Deməli, bura oldu 12. Burada 12 olmalıdır. 12'dirsə 6, 6 bölünür. Bura 24, 24'dürsə 12, 12 bölünəcək. Da 6, 6 bölünür. 5 bucaqlımız 4'dürsə, onda 3 bucaq olacaq 2. Və rəqəmləri də yazım. Tutmayaq bunları. 8 və 9. Biz istifadə etdik 3'ü, 4'ü, 2'ni, 6'nı. Aha. Sonra baxırıq nəyə? Keçək bu biri tərəfə. İstifadə etdiklərimizi yenidən qeyd eləyək və çəkilərini buradan yazaq. 48, 24, 24 bölünür. O da 12, 12, 6, 6. 6 3 dənə 3 bucaqdırsa, onda bir 3 bucağa 2 düşür. Zaten biz onu bayaq da tapmışdıq. Bura 12, 12'dir. Aha. Baxaq nəyə? İstifadə etdiyimiz, etmədiyimiz nə qalıb? Buradan nəzər yetirsək əgər 3 dənə bu 6 bucaqlı və 1 dənə romb, bu zaten 6'dır. Onda bu 6 bucaqlıya nə qalır? Təbii ki, 0 qalır.
0 da getdi. 6 bucaqlı gedəndən sonra. Sonra cəmi 12-yə bərabər olan əlimizdə nə qalıb? 5 ilə 7 qalıb. Ona belə çıxır ki, bunlardan biri 5-dir, biri də 7-dir. Bəs hansı 5 olacaq? Təbii ki, burada gətirib 1, 5 formasında yazsam, bu gəlib 5 olacaq, bu da olacaq 7. 5 ilə 7-ni də istifadə elədik artıq. Hansı qaldı? Bura 1 deyəndən sonra ürək gəlir çıxır 8. Bu da getdi. Nə qaldı? Dairəyə 3 demişəm. Onda ulduz nə olur? 9 olmuş olur. Və bütövlükdə hamısı tapıldı. Bizdən yenə də qiyməti soruşur. Burada 12-ni necə etdik? 12 baxıram əlimizdə qalan ədədlərdən sadəcə 5 ilə 7-nin cəm forması. Çünki 4-ü istifadə eləmişəm və 3 ilə 3 də istifadə olunub. 9, 3 və 9 buradakı 12 üçün istifadə olunubsa, onda yerdə qalıb sadəcə 5 ilə 7. Biri 5, biri 7-dir. Və mən baxıram ki, bura 7 yazsam cəm 6 ola bilməz. 5 yazıram ki, yuxarıda cəm 7 olsun. Deməli, yumru oldu 5, ulduz oldu 7. İndi gəlib yuxarıda hesablayırıq. Kvadrat 1-dir, bu 3-dür. 6 bucaqlımız 0-dır. Romb 6-dır və buradan çıxmalıyıq 5 bucaqlına 4-ü. Eləyəcək 10 çıx 4, 6 cavab 6 olmuş olacaq. 61-ci suala keçirik. 61-ci sualda yenə də x-ləmək lazımdır. Ən aşağıda olan gözlər, mən bunu görürəm. X deyəcəm onun ölçüsünə. Da yuxarı 2x-dir. Burada həmçinin 2x-dir. Sonra bura 4x, 4x, 8x, 8 4-ə bölünür. Yuxarı birləşir 16, 16. Aha. İndi baxırıq nəyə? Görürük ki, burada diqqətimizi çəkən bu iki hissədir. Burada hər iki gözdə ulduz var. Hər iki gözdə ulduzları atandan sonra, atandan sonra deyəndə ki, onu hələ ki saxlayaq. Bu birisilərin bərabərliyinə baxaq. Yəni ulduz istənilən bir qiymət olur olsun. Aşağıdakı bir dənə romb 6 dənə dairəyə bərabər olmalıdır. Bəs mən romba dairəyə hansı qiymətlər verim? Təbii ki, dairəyə 2 versəm romb gəlib 12 çıxacaq. Bu da ola bilməz. 0 yazsam 0 olur, üst-üstə düşür. Onda dairəyə yaza biləcəyim yeganə qiymət 1-dir. Bura 1 yazandan sonra romb çıxdı 6. Harda romb görürəm yerinə 6. Harda dairə görürəm yerinə 1 yazmalıyam. Baxmalıyıq nəyə? Ulduzlara nə verməliyəm? Nə verə bilərəm? İndi birinci buna baxmaq lazımdır. Bunu təyin eləmək lazımdır. Mən bura əgər 1 yazsam, bu x qolu, baxaq, x qolu buradakı qola bərabər olmalıdır da. Daha doğrusu, yox. Buradakı x qolu buradakı yanındakına bərabər olmalıdır. İndi mən buna 1 demişəm. Və rəqəmləri də düzək. Eyni zamanda unutmayaq. 1, 6 nə istifadə etmişik? 1 və 6-nı istifadə etmişik hələ ki. İndi mən baxıram. Burada 3 dənə ürək, 3 dənə ulduz var bu qolda. Mən ürəklərdən hər hansısa birinə və yaxud da ki, ulduzdan birinə 3 verə bilərəmmi? 3 yazsam, məsəl üçün ürəyə 3 yazıram. 9, bir də aşağıda var 10. Bu da tək bir fiqura bərabərdir. Ola bilməz axı, tək fiqur 10-dan balacadır çəkisi. Onda belə çıxır ki, mən bu ürək və ulduzdan birinə 0, birinə də 2 verməliyəm ki, məsəl üçün buna 0 yazsam, buna 2 yazsam, ola bilər. Bəlkə də elə gəlib alınacaq ki, bizdə ürək, hələ ki onu tam təyin edə bilmirik də, bəlkə ürək 0, ürək 2 olacaq, ulduz 0 olacaq, qara ulduz. Onu hələ tam təyin etmirik. Sadəcə bilirik ki, bunlardan biri 0-dır, biri 2-dir. Yəni ürək və bu qara ulduzu nəzərimizdə saxlayaq ki, 0 və yaxud da ki, 2-ni istifadə etməliyik onlar üçün. Onda artıq biz buradakı qolun çəkisini tapmış oluruq da. Bax ki, birinə 0, birinə 2 yazanda 2, 2, 2, 6 plus da 1, 7. Bu x nə gəlir çıxır? 7 olmuş olur. Ona biz bütün x-lərin yerinə 7-ni gətirib yaza bilərik.
Getirək bütün x-lərin yerinə 7 yazaq. 7-dirsə, bura 7-dirsə, bura 14, 14 olmalıdır. 28, 28, 56, 56. Hər birini qeyd eləyək. Aha, indi artıq mən ağ ulduzu tapa bilərəm. Çünki ağ ulduzu olan gözdəki, qoldakı 14 olmalıdır. 1, 1, 6 var. Deməli, ulduz nə olur? 8 olur. Artıq mən belə deyək də 0-ı da, 2-ni də və 8-i də istifadə elədik. Sonra qayıdıram, baxın bura, bu qol 7-dirsə, bu da 7 olmuş oldu, 7 də getdi. İndi bura 28-dir və 1 varsa 27 çatışmır. O da 3 dənə kvadratdır. Onda kvadrat olur 9. Kvadrata 9 dedim, 9 da getdi. Ulduza baxıram. Amma burada belə bir keçid var. Bu nə deməkdir? Bu qol həm buradakı 14-ə gedir, həm də buradakı 14-ə gedir. Belə çıxır ki, sanki belə düşünək də, bir dənə ağır yük var və bir nəfər o yükü biri sağ tərəfdən tutur, biri də sol tərəfdən tutur. Ağırlıq tarazlaşır da onda. Məsəl üçün 20 kiloluq bir belə deyək də, çəkili bir əşyadırsa, onun 10 kilosu bir nəfərə düşür, 10 kilosu da digər bir şəxsə düşür. Çünki bərabər tarazlıq vəziyyətində dayanıblar. Onda belə çıxır ki, burada 3 ulduz bir dairənin çəkisi nə qədər olmalıdır? 14 plus 14, 28 olmalıdır. Bunu nəzərə almaq lazımdır və biz ulduzun qiymətini bilirik. 8-dir. Gətirib yerinə yazacaq. 8, 8, 8. 24 plus dairə bizə 28-i verəcək. Onda belə çıxır ki, dairə nədir? 4-dür. 4-ü də istifadə elədik. 4-ü bura gətirən yazandan sonra 5-bucaq nəyə bərabər olur? 2 dənə 5-bucaq və 4-ün cəmi 14-dürsə, bu da 5-bucaq olacaq 5. Aha, 5-i də istifadə elədik. Əlimizdə 3 qalıb, baxaq görək o hara gedəcək. İndi kvadratlara nə demişik? Biz kvadratlara 9 demişik. Gətirib yazaq. Ulduz 8-dir. 6 bucaqlı isə nə qədərdir? 6 bucaqlı 7-dir. Heç bir göz hesablamağa ehtiyac yoxdur. Baxaq fiqurlarımız harda yoxdur. 9 buradır. Sonra 5 bucağa nə demişik? 5 demişik. 3 bucaq qalıb və ürək qalıb. Bura 28 olmalıdır və bunun sadəcə 19-u var. 19-u varsa 9 çatışmır. Və əlimizdə qalan nə qalıb? 3 qalıb. Onda mən 3-ü bura yazaram. 9 olar və bu 28-ə tamamlanar. Hə, gəldi nə çıxdı? Ürəyin 0 olması çıxdı. Çünki heç biz burada ürəyin çəkilərini nəzərə almamış, tərəzinin qolunun 28 olması alındı. Onda ürək 0 imiş. Ulduzlar da nə imiş? Qara ulduzlar 2. Artıq bütün tərəzini tamamladıq. Gəlib yuxarıda yerinə yazıb hesablayırıq. 5 bucağa 5 demişik. Ürəyə 0-dır. Ulduz 2-dir. 6 bucaqlı 7-dir və çıxmalıyım buradan kvadratı 9-u. Cavab da qalacaq 5. Doğru cavab olur D variantı. Növbəti 62-ci sual. 62-ci sual yenə x-ləmə metodu ilə gedirik. Ən aşağıdan x deyirəm. Buralar olur 2x. Bizdən şərtdə soruşur ki, tərəzidə hansı ədəd iştirak etmir? Yenə ədədlərimizi, rəqəmlərimizi yazaq. 1-dən 0-dan 9-a qədər. Mən bir şey görürəm burada. Diqqətimizi əsas çəkən bu olmalıdır. Daha çox fiqur bir fiqura bərabərdir. Mən burada 3 bucağa 2 desəm, ulduz gəlib 10 çıxır. 0 desəm 0 çıxır. Onda nə deməliyəm? 3 bucaqlar 1 olmalıdır. Ulduz da olur 5. Bura 1 getdi, 5 getdi. Artıq oradakı x-lər, 2x-lərin hamısı bizə məlumdur. 5, 10, 20 bu formada baxmalıyıq. Buranın çəkisi oldu 5. Bura 5-dirsə artıq avtomatik buralar 10 olur. 20, 20-dirsə 10 bölürük. Bura 40. 40, 20, 20 bölünsə. Burada həmçinin baxın birləşmə var. Nə demişəm? 3 bucağa 1 dedik. Ulduza 5 dedik. 3 bucaq 1-dirsə, buradan rombu tapmaq mümkündür. 3 dənəsi əgər
9 verməlidir də. Onda bir dənəsinə gəlir düşür 3. Romb 3'dür. 3'ü də silirəm artıq istifadə etmişəm. 1 3 buradırsa onda bu iki fiqurun çəkisi nə qədər olmuş olur? 4 var. Bunlar alacaq 6. 6'nı da verən bizdə 0,6 olmaz da. Çünki 0,6'nı yazmış olsaq bu tərəfdə ziddiyyət yaranmış olacaq. Baxın 2 ilə 4 olur. 2 və 4'dən mən onu necə ala bilərəm? Təbii ki gətirib bura 2, burada 4 yazaram. Və 2 ilə 4'ü də istifadə elədik. Romba nə demişik biz? Romba demişik 3. Digər bunlar qalsın hələ ki. Sonra baxın bura. Bax bura. Ürək və dairə. Bu hər ikisi biz kvadratları istifadə etmişikmi? Yox, istifadə etməmişik. Əlimizdə qalıb nələr? 6, 7, 8, 9 və 0. İndi mən baxıram, bu 3 dənəsinin cəmi 10 etməlidir. Əlimdə qalan ədədlər kiçik olsaydı ulduzlara paylaşdırardım. Axı olmayıb, ona görə ulduzlara 0 verməliyəm. Altıbucaqlı da gəlib 7 alınacaq. 0 və 7'ni də istifadə elədik. Əlimizdə qaldı 6, 8 və 9. Burada 3 dənə fiqur var. Və ürəyə də biz nə dedik bayaq? Ürəyə də dedik 2. Ürək 2'dirsə bu dairə olacaq 8. 8'i də istifadə elədik. Dairəyə 8 yazandan sonra kvadrat nə çıxır? Kvadrat da çıxır 6. 6, 6, 8 də bizə 20'ni verir. Çünki buradan 10 asılıb, buradan da 10 asılıb, cəmi 20 olmalıdır. Bu səbəbdən də biz istifadə etdik bütün rəqəmləri 9 istisna olmaqla. Və tərəzidə də hansı ədəd iştirak etmir deyir. İştirak etməyən 9'dur B variantı. 63-cü sualda. 63-cü sualda qeyd olunur ki, yenə də eynidir. Baxıram tərəzilərə, görürük çəkilər tarazlıqda olan bir tərəzidir. Aşağı hissədən başlayırıq x-ləməyə. Buralara x desəm, 2x. Aha, ən çox köməyimizə çatan hissə daha çox fiqurun olduğu hissədir. Daha çox fiqurun olduğu hissədirsə, ilk öncə başlamalıyam mən o fiqurların yerinə nə yaza bilərəm, nə yaza bilmərəm. Bunlara. Mən ulduzun yerinə tutaq ki 0 yaza bilirəm. Ulduzun yerinə 0 yazsam, bunlar gəlir bir-birinə bərabər olur. Qara böyük ulduz bərabər olur ağ kvadrata. Bu da bizə ola bilməz, çünki fərqli fiqurlar fərqli rəqəmləri ifadə etməlidir. Sonra keçirik nəyə? 0 yaza bilmirəm. Bəs 1 yaza bilərəmmi onun yerinə? 1 yaza da bilmirəm. Çünki, baxın, əgər bura 1 yazsam, onda belə bura cüt ədəddir axı. Bunun da ikisi olacaq cüt. Və üstünə də bir gələndə tək. Axı, buradakı cütdür bu nəticə. Bu da tək olacaq. Heç vaxt bir-birinə bərabər ola bilməz. Çünki söhbət natural ədədlərdən gedir. Tam ədədlər olsa, tam ədədlər nəymiş? Yəni kəsr ədədlər olsaydı çəki alındırmaq olardı, amma belə alına bilməz. Bu da 3 bucağın yerinə mən yazıram 2. 3 də yaza bilmirəm, çünki avtomatik minimum gəlir, bu 12 çıxır. Nə yazmalıyam? 2 yazmalıyam. 2'ni yazırıq ulduzların yerinə. Bura oldu 8. Bunlara mən 1 yaza bilmirəm, çünki 11 alınacaq. Bunları qeyd eləyək. Buralara 0 yazmalıyam onda. 0 yazsam avtomatik həmin qolun çəkisi mənə aydın olur. Gətiririk təzədən yerinə. Nə qədər alındısa onları yazırıq. Bu 0 olandan sonra bu 8 oldu. 8, 8, 16, 16 oldu. Ulduz 2'dirsə dairələrə nə düşür? Birinci çəkiləri yazım. Hı. 8, 8 ise avtomatik bu 4, 4'tü. Burada 4 yazandan sonra 2 yumrular nə olmuş olur? 6, 6 olur. Həmçinin də buradan da yumruların 6 olması çıxır. Daha sonra 16 2 dənədirsə, bu həmçinin biz zaten tapmışıq. Bunlar 8, 8'dir. Ulduz 2'dirsə, kvadrat nə olacaq ki? 2'si ilə 2'nin cəmi 8 olsun, 3 olacaq.
Burada gətirib 3 yazdıq. Deməli biz 2, 3, 4, 8 istifadə etdik. 2-dir, 3-dür, 4-dür, 8-dir, 6-dır, sonra 0-dır. Bunları istifadə etdik. Nə qalıb sonra? Baxaq görək. Tapdıqlarımızı yerinə qeyd eləyək. Mən baxıram sol tərəfə. Sol tərəfdə 3 dənə ürək və 1 dənə 5 bucağın cəmi 16-nı verib. Əlimizdə qalan ədədlərə nəzər yetirsək 1, 5, 7 və 9-dur ki, bunlardan mən necə ala bilərəm? Ancaq bura 5 yazaram. Burada 1 yazaram ki, nəticə olsun 16. 5 və 1-i də istifadə etdik. Artıq əlimizdə sadəcə 7 və 9 qalıb. Onları da görək necə paylaşdırırıq. Gətirib kvadratın yerinə 3, 5 bucaqlının yerinə 1 yazandan sonra görək buradakı çəki nə qədər olur. Və buradakı çəki nə olmalıdır? 32 olmalıdır əslində. Toplayıram 1, 3, 6, 6, 12 və 4, 16. Bu ikisinin cəmi nə olmalıdır? 16 olmalıdır. Yəni biri 9-dur, biri də 7-dir. Zaten əlimizdə qalan fiqurlar da 9 ilə 7 idi. Hansı biri digərinə uyğundur, hansının hansı olduğunu tam dəqiq bilmirik. Zaten sualda da elə bizdə onların cəmini deyirdi. Bu ikisinin cəmini biz birbaşa nə götürə bilərik? 16 götürə bilərik. 16 plus qara dairəmiz nə qədərdir? 6. Ağ ürək bərabərdir 5-ə və buradan çıxmalıyam 6-nı. 6 bucaqlıdır nədir? 8-dir. Buraya edir 27. 27-dən də 8 çıxanda cavabı almış oluruq. 19. Doğru cavab olur. 19 C variantı. Növbəti 64-cü sual. 64-cü sualda yenə də eyni qayda ilə başlayırıq x-ləməyə. Bura 2x, buralar. Burada nə edirik bəs? Yenidən baxırıq, daha çox fiqur hardadır? Ora. Buralar bir-birinə bərabərdir. 5 bucaqlını saxlasaq, onda belə çıxır ki, yerdə qalan 6 dənə qara ulduz bir dənə ağ kvadrata bərabərdir. Onda ulduzun yerinə rəqəmləri də düzək. Bu ulduzun yerinə 0 yazsam, kvadrat da gəlib 0 çıxır. 2 yazsam 12 olur ki, bu mümkün deyil. Onda yeganə olaraq 1 yazmalıyım. Bura 1 yazandan sonra bu gəldi oldu 6. Sonra nəyə nəzər yetirmək lazımdır? Bu 5 bucağın qiyməti nə ola bilər? Baxsaq əgər, baxın, bu gözdə 5 dənə 5 bucaq var və burada isə 6 və bir dənə 5 bucaq var ki, bunların çəkiləri bir-birinin, yəni buradakı 2 qatı olmalıdır. Mən gətirib bunun yerinə 0 yaza bilmirəm, çünki bütövlükdə o tərəzinin qolu 0 olur. 2 yazsam əgər nə baş verər? 2 yazsam olacaq bu qol 8. Bu qolda 16 olmalıdır, amma 2 yazanda bu gəlir 10 çıxır, alınmır. 3 qoyanda da həmçinin 9 çıxır, bu tərəf gəlir 15 çıxır və nəhayət artıq 4-də bir-birinə bərabər olmuş olur. Yəni bir-birinin 2 qatı olur daha doğrusu. Bura 4-dürsə, bura 4-dürsə bu qol olur 10. X 10-dursa 2x-imiz 20-dir. Bu formada düzəldə bilərik. Buralar 80 olacaq. Olur 20. Artıq hamısı bizə məlumdur deyə x-lərə ehtiyac yoxdur. X-lər olacaq 10, 10. X-lər 10, 10-dursa nə baş verir? 10, 10-dursa gəlib ürəyin yerinə düşəcək 5. Ürəyin yerinə 5 düşdü. Bu getdi. 6 ilə 4-ü də istifadə elədim. Bunlar getdi. Bunlara gəldi 4 çıxdı. Bu 1-dirsə, bu hissə ümumi 10-dursa, onda nə baş verəcək? Bunlar olacaq 3. Gətirib 3-ü də silirik. Ulduzlarımız nə idi? Ağ ulduzları bilmirik. Qara ulduzumuz 1-dirsə, bu 3 bucaq olacaq 9. Bucaq 9-dursa silindi buradan. 9, 9 olandan sonra bu nə çıxır? Gəlir 2 çıxır. 2-ni də sildik. Sonra nə baş verir? Burada 6 bucaqlıya 3, 5-ə deyirəm 4. Kvadratı bilmirik hələ ki. Kvadrat bilirik 6. 13-dürsə, bu da ulduz da gəlir çıxır 7. Deməli, ulduza da 7-ni istifadə elədik. Getdi, gətirib ulduzun yerinə 7 yazandan sonra kvadrat da zaten bilirdik
6. Tapmadığımız nə qalıb? 0 və 8-dir. Əlimizdə qalan hansı fiqurlardır? Ulduzu tapmışıq 7. Dairə qalıb. Ürək də 5-dirsə, onda bu nə çıxır? Dairə çıxır 8. Dairə 8 isə bunu da istifadə elədik. Bir dənə romb qaldı. Onda romb olur 0. Çünki bu yumru nə oldu? 2 oldu. 5 bucaq 4 oldu. 6-dır. 1 budur. 3 budur. 10. Bəli. Romb da olacaq 0. Və beləliklə hamısı tapılmış oldu. Gətirib yerinə yazıb hesablayırıq. 7-ni üzərinə gəlirik qara dairə 8. Üzərinə gəlirik ürək 5-i. Çıxırıq romb 0 və 5 bucaq 4. 20-dən də 4 çıxanda cavab 16 alınmış olacaqdır. B variantı. Keçirik növbəti artıq əyri tərəzilərə. Əyri tərəzilərdə nə baş verir? Burada artıq nə etmək lazımdır? Yenə də 0-dan 9-a qədər rəqəmləri düzürük. Burada bizə nə kömək olur? Burada da bəzi hissələrini x-ləmək mümkündür. 2x deyərik. Burada x tarazlıqda olan hissələrini 4x. Çünki bu tamamilə əyri bir tərəzi deyil. Nisbətən rahatdır bunu görmək. Nə baş verir indi? Görürəm ki, bu gözlər, yəni bu hissələr hər biri bir-birinə bərabərdirlər. Burada nə etməliyəm? Əgər baxsaq ki, burada 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə kvadrat verilir. Kvadrata mən 0 versəm, gəlib ürək buna bərabər çıxacaq. Belə çıxır ki, kvadrata 0 vermək qeyri-mümkündür. Gətirib kvadrata 1 veririk. Kvadrata 1 verəndən sonra bu hissə olur 7. Mən ürəyə nə verə bilərəm? 1-i ataq getsin. 0 verə bilərəm. 1 yaza bilmirəm, istifadə olunub 2 verə bilərəm. 2 versəm nə baş verəcək? Birinci o hala baxaq. 2 versə bu x-ləri sileyim. Bu x sadəcə tərəzilərin bərabərliyini görmək üçün lazım idi. 2 yazsaq ziddiyyət yaranır. Niyə? Ona baxaq. Bura 9 oldu. Onda burada 9'dur. Bura 18, 18-dirsə 36. Bu hissə olur 72. Bölünür 36, 36. Daha doğrusu 9, 9. Üzərinə 2 qat yazdım. 9 bu hissə, 9 bura birləşir 18, 18. Bu da 36, 36 birləşir olur 18, 18. 18-i mən elə iki fiqurun cəmi formasında yaza bilərəmmi? Axı mənim əlimdə qalan fiqurlardan düzəldə biləcəyim maksimal cəm 17-dir. 18-i yaratmaq qeyri-mümkündür. Ona görə də o ürək gəlib 2 ola bilmir. Ürəyin yerinə nə olmalıdır? 0 olmalıdır. Ürəyin yerinə gətirirəm, 0-ı yazıram. 0 yazanda 1, 2, 3, 4, 5, 6, 7. Bura oldu 7. Birləşib 14 yaradır. 28 bu tərəflər oldu. 14 14-dürsə böləndə. Baxmalıyıq nəyə? Bu 7 çıxdı. 7-ni də istifadə elədik. Atırıq gedir. Kvadrat 1-dirsə, avtomatik bu gəlib çıxır neçə? 6. 6-nı da istifadə etdik, getdi. Əlimizdə qalan rəqəmlərlə 14-ü necə düzəldə bilərəm mən? Birinci buna baxaq. Əlimdə qalan rəqəmlər belədir ki, onlardan yalnız 8 ilə 6 da 14 verir. Bir də 9 ilə 5 14 verir də. 8 istifadə olunduğuna, daha doğrusu 6 istifadə olunduğuna görə biz ancaq 9 və 5 yaza bilərik. Və bu tərəzi aşağı əyildiyinə görə bunun ağırlığı daha çox olmuş olur. Daha çoxdur. Onda gətirib ora 9 yazmalıyım. 9 buraya yazandan sonra 5 də buraya yazıram. 9 burada, 5 burada. 5 və 9 da çıxdı getdi. Qaldı əlimizdə 0, 2, 3, 4 və 8. İndi burada sağ tərəfdə, sol tərəfdə 14 2 hissəyə bölünür. 2 hissəyə bölünür. Əslində buradan görmək olar. Cəmi 7 olan hansı ədədlərimiz qalıb? 0, 7 gedib, 1, 6 istifadə olunub, 2, 5-dən 5 istifadə olunub. Yerdə qalıb 3 və 4. Deməli, bunlardan biri 3-dür, biri 4-dür. Bu dairə, qara dairə 4 ola bilməz. Çünki bura 4, 4 olsa tərəzinin bu qolu 8, bu qolu 6 olur. Axı 6 8-dən böyük ola bilməz. Ona görə də bu qara dairə olacaq 3. Bu birisi
dairədə olacaq 4. Bura 3 olanda bu qol olur 6. Bu qol olur 8. 8 də 2 yerə bölünür 4, 4. Bu həqiqətən də gəlib 4 çıxır. 4 də 2 dənə fiqurdursa 2, 2 bölünəcək. 2-ni də istifadə etdik. 3-ü də istifadə etdik. 4 də istifadə olundu. Baxırıq bizim tərəzimizdə hansı fiqur istifadə olunmayıb. Burada bizə şərtdə istifadə etdik. 0-ın üzərinə xətt çəkməmişəm. Hə, qaldı bir dənə 8. Tərəzidə iştirak etməyən fiqur 8 olmuş olacaqdır. Bu səbəbdən doğru cavab A variantı olur. Yəni bu tərəzilərdə bu tipdə həll etmək lazımdır. Hamısını. Bəzən elə olur ki, bir neçə mərhələli hesablama tələb eləyir bu. Bir neçə qiyməti yazıb yerinə yoxlamaq lazım olur. Keçək 66-ya. 66-da yenə başlayacağım yer tarazlıq olan hissədən başlayaq. Bura x, bura x deyirəm. 2x, 2x-dir. Artıq bundan sonrası bölgüdür. Bunu tam təyin etmək mümkün olmur. Sadəcə bu iki qolun bərabərliyinə baxaq biz. 3 dənə ulduz, 2 dənə ürəyə bərabərdirsə, onların yerinə nə yaza bilərəm? Ulduza 2, ürəyə 3 yaza bilərəm. Ulduzlara 4 yazıb, ürəyə 6 yazaram. Və yaxud da ki, ulduzlara 6 yazıb, ürəyə də 9 yazaram. 3 dənə hal var. İndi bu halları ancaq yoxlamaq lazımdır. Birinci yoxlayıram. Ulduza 2 verə bilərəmmi? Bilmərəm. Ulduza 2 yazsam nə baş verəcək? 2 yazsam ürək olacaq 3. Aha. Bura 6, bura 6. 12, 12'dir. 12 elə bir hissəyə bölünür ki, bunların cəmi. Həmçinin bunu bu hissədən də görmək olar. 2 bura yazsam, bu qol bu qola bərabərdir. Heç sağ tərəfə baxmağa ehtiyac yoxdur. Ulduzları saxlayıram. Ona belə çıxır ki, bir romb, bir dənə də üçbucağın cəmi nəyə bərabərdir? 2-yə bərabərdir. Bu cəm ya 0-dan 2-dir, ya da 1-dən 1. 1-dən 1 ola bilməz. 0-dan 2 olan halda da gəlib ulduzla hər hansısa bir ya üçbucaq, ya rombun qiyməti üst-üstə düşəcək. Ona belə çıxır ki, biz ulduza 2 yaza, qara ulduza 2 yaza bilmərik. Bəs digəri niyə olmur? 9 niyə olmur? 9-a baxıram. Daha doğrusu 6 bura yazanda. 9 da gəlir bura düşür. 6 olsa bura olacaq 18, burada 18. Bölündü 36, 36. Baxıram nəyə? 36 elə 2 hissəyə bölünüb ki, 2 dənə fiqurun çəkisi digər bu birisindən ağırdır. Məsələn, bura 18-dən ağır olmalıdır da, bu ikisinin cəmi 18-dən böyük olmalıdır. Onda belə çıxır ki, bir dənə kvadrat da 9-dan böyük olmalıdır. Axı əlimizdəki maksimal ədəd 9-dur. Onda belə çıxır ki, artıq biz ora ulduzun yerinə gətirib 6 yazanda kifayət qədər böyük rəqəmlər çıxır, ədədlər çıxır. Ona görə də 6-9 halda əldən çıxdı. Yerdə qalır 4 və 6 halı. Artıq ulduzlara 4, ürəyə 6 yazandan sonra işimiz rahatlaşır. 4 və 6-nı istifadə elədik. Gətiririk, bura oldu 12, bura oldu 12. 24, 24 bölünür. 2 hissəyə baxsaq. 24, 10 çəkisini hələ tam təyin etmək deyil. Burada olsun 48. İndi bu 4-düsə bunlardan biri 0, 4, 2, 2 ola bilmir deyə. Biri 1, biri də 3 olmalıdır. Yəni romb və yaxud da ki, üçbucaqdan hansısa biri 1-dir, digəri də 3-dür. Onun hansı olduğunu hələ ki bilmirik. Sonra baxacağımız yer haradır? Baxıram mən 4-ü 1-i. 4 dənə, bir dənə fiqur 4 dənəsindən ağırdır. Mən bunun yerinə artıq istifadə edə bilmərəm 1-i. 4 6-nı istifadə etmişik. Hə. İstifadə etmərəm 1-i. Çünki mən artıq bilirəm ki, 1 bu fiqurlardan biridir. 0 istifadə edə bilərəm. 0 istifadə etsəm, bura gəlib düşəcək maksimum nə? 9. 9 bu qoldan olsa, 9 nədənsə ağırdır. Burada daha çox fiqur var axı. Həm də ki, buradakiların çəkisi maksimum 8 olsa belə gəlir, bura 17 düşür. Burada 48 idi axı. Bura 17 isə bura gəlir nə çıxır? 31. Axı 17 31-dən necə ağır olsun? Bu ziddiyyət yaradır da 0-ın olması. Bu səbəbdən də ora 0 yaza bilmədim. 1 yaza bilmədim. Nə yazmalıyım? 2 yazmalıyım. 2 yazandan sonra 2-ni də ataq geçsin. 2, 2 bura edir nə? 8. 8-dən ağır nə var əlimizdə? 9. Bunda bu fiqurda çıxdı 9.
9 da getdi. 0, 8 və 9 bizə nə verdi? 17. 17 nədənsə ağırdır. Bunu hələ ki tam bilmirik. Sadəcə bilirik ki, bu 4-dür. Digərləri barədə bir məlumatımız yoxdur. İndi 24-dən yarada biləcəyimiz hissələrə baxaq. Buraya 1, 3 bucağa ya 1 verməliyik, ya da 3 verməliyik. İndi tutaq ki, 3 versək, bu tərəf olur 9 və mən bilirəm ki, bu hissə 12-dən ağır olmalıdır. Ya 7 yazmalıyam, ya da 8 yazmalıyam. Birinci 10 üzərindən gedək. Ya 7 ya da 8. Bunlar şərtidir. Birinci yazıram 7. Bura 14-dürsə, avtomatik gəlib bura 10 çıxacaq. Elə deyil. 10 olmağı üçün də nə yaza bilərəm? 1, 1, 1, 7 yazaram. Bu da ola bilməz də belə bir şey. Çünki 7 təkrarlandı. Və yaxud da ki, nə edə bilərəm? 3, 3, 3 yazsam, gəlib bura nə yazmalıyam? 1 yazmalıyam. Axı mən bilirəm ki, 3 buna demişəmsə, 1 bu fiqurun qiymətidir. Belə çıxır ki, o kvadratların içi 7 ola bilmir. Nə olmalıdır? 8. Gətirib bura 8, 8 yazanda, bura 16 çıxır. Onda burada nə olmalıdır? 8 olmalıdır. Avtomatik bunlar 3 ola bilmədiyinə görə 1 olur. Bu 1-dirsə, cəmi 8 etməsi üçün bu dairə də olur 5. Mən 1-i də istifadə elədim. 5-i də, 8-i də. Əlimizdə qalan ədədlər hələ ki 0, 3, 7-dir. İndi keçirik nəyə? 3 də bilirik ki, 1 əgər buna demişiksə, 3 də rombdur. Onu da silə bilərik. 1 3 bucağa demişiksə, romb da olacaq 3. Bu da zaten nə idi? 4 idi. Bu hissəni hesablamaq olar əslində. Nə yaza bilərəm ora? 3 yaza bilərəmmi? 3 yazsam 9, 4, 13 olacaq. Və yaxud da ki 0 yazsam bəs nə baş verər? Dairənin qiymətini 5 tapmışdıq. Bura mən gətirib 3 yazmış olsam 9, 9, 18. Bura 17-dən ağır olur. Axı az olmalıdır. Onda belə çıxır ki, dairələr 0-dır. Dairələr 0-dırsa dairə də gedir. 3 və 7 qalıb əlimizdə. Onu da 3 və 7. Baxaq görək. 3-ü istifadə etmişik. Yox. Qaldı bir dənə 7. Onda belə çıxır ki, bunlar da nədir? 7-dir. Ulduzlar 7-dir. 7-dirsə bura 11, 11 olur. Bura 22'dir. Bura 22'dirsə burada nə olur? 26. 4 və 5, 9. Həqiqətən də 17 ilə 9-un cəmi də 26-nı vermiş oldu. Yəni bu biraz təhlil tələb eləyir. Biraz diqqətli olmaq lazımdır, yoxlamaq lazımdır ki, hansını ödəyə bilər və s. Bu formada tapdıq. Və yerinə də yazılanları fiqurları yerinə qoyub hesablayırıq. 67-də. 67-də yenə başlayacağımız yer tarazlıq olan hissədir. X, 2x, 2x, x desəm 1, 2, 3, 4, 5 dənə fiqur 2 dənəsinə bərabərdir. Ona nə deyə bilərəm? Birinə 2, birinə 5 deyərəm. 2 və 5. Gətiririk 3 bucağın yerinə. 2 yazırıq. 3 bucağı 2 yazandan sonra avtomatik dairə 8 çıxır. Rəqəmləri də yazaq. 2 və 8-i istifadə etdik. 2 və 8 getdi. Bura oldu 10, burada 10'dur. 20, 20, 10, 10 bölünür. Onun bölünürsə düşəcək bu 5, 5. 5 də getdi. 2, 8, 5 gedib əlimizdə. Bizə 10'u verəcək. Nə qalıb? 4 ilə 6, 3 ilə 7 qalıb. Hələ ki qalsın bunlar. Sonra nəyə baxmaq lazımdır? 3 bucağı 2 demişəmsə, bura nə oldu? 6. 6-dırsa 14 olacaq. 14 də bölünür tarazlıqdadır. 7 və 7-yə. Baxıram 7-ni verən bu fiqurlar var. Əlimizdə hansı fiqurlar var onu yaratmaq üçün? 1, 1, 1, 1, 3 vermək olar. Və yaxud da ki, hansısa birinə 0, digərinə də 7 vermək mümkündür. İndi baxaq nə edə bilərik. Biz rombun və yaxud da ki 5 bucağın qiymətini tapmamışıq hələ.
İstifadə etməmişik. 0, 1, 3, 4, 6, 7, 9. Əgər biz burada dairənin ulduzların yerinə 0 yazmış olsaq, ulduzlara 0 yaza bilmirəm. Bunu nəzərdən qaçırmayaq. Burada çünki ulduz 0 olsa bu gəlib 10 olacaq. Ulduza 0 yaza bilmirik. Onda minimum nə yaza bilərəm? 2 də yaza bilməyəcəm çünki 8 olur. Ulduza gətirib 1 yazmalıyam. Bura 1 yazandan sonra oldu 4. Neyniyim? Aşağıya da 3 yazım ki cəm 7 olsun. 1 ilə 3-ü də istifadə elədik. Artıq ata bilərik. Yerdə nə qalıb? 7-ni yarada biləcəyim ədədlər ancaq 0 və 7 qaldı. Bunlara 0 deyərəm. Buna da deyərik 7. 0 və 7 də istifadə olundu. 4, 6 və 9 qalıb. Ulduza 1 deyəndən sonra dairə də çıxdı 9. 9 da getdi. 4 və 6. Bunlar da təbii ki, bu qol bu birisindən ağır olduğuna görə 6-nı buralara, 4-ü də buralara yazmalıyam. Bütün hamısı tapıldı. Gətirib yerinə qoyub hesablamaq lazımdır. Növbəti də 68-də. 68-də yenə eyni tipdir. Görə biləcəyimiz yerləri x-ləyək. 2x, bu tərəfdə 2x. Bu qol oldu 4x. Yəni bu isə 4x-dən yüngül bir şey olmalıdır. O hələ ki bizə məlum deyil. Nə görürəm? 1, 2, 3, 4, 5, 6. 6 dənə kvadrat 2 dənə dairəyə bərabərdir. Onda mən nə yaza bilərəm? Kvadratın yerinə 1 yazsam, dairəyə gətirib 3 yazmalıyam. Daha sonra bura 2 yazsam, bura 6 yazmalıyam. 3 yazsam, gətirib 9 yazmalıyam. İndi bu variantları yoxlamaq lazımdır sadəcə. İndi başlayıram məsələn 1 və 3-dən. 3 və 9-u yoxlayaq. Niyə alınmır? Onu qeyd edək birinci. 3, 3, 3, 3 yazsam, burada 9, 9. Avtomatik bu nə çıxır? X 18 çıxır. 2x də olur 36. Gətirib mən bura 9 yazsam, gərək ulduza 27 yazam ki, cəm 36 eləsin. Bu da tamamilə qeyri-mümkün olan bir şeydir. Ona görə deməli nə olur? 3 və 9 halı çıxır. 3 və 9 halını istifadə edə bilmərəm. 2 və 6 halında nə baş verəcək? Bəs 2 və 6 halında da ziddiyyət yaranacaq. Bu isə oldu 12, burada 12-dir. Onda bu 6, digəri də 6 düşür. 12-dirsə bura 24, bura 24 olacaq. Dairə 6-dırsa gəlib bu da 18 çıxır. Bizim əlimizdə isə 0-dan 9-a qədərdir. Yəni 3 haldan ikisində ziddiyyət baş verdi. Onda belə çıxır ki, mən onun yerinə, kvadratın yerinə 1, dairəyə də 3 yazmalıyam. Rəqəmləri düzək. Bunun yerinə 1, digərinin də yerinə 3 yazdım. Bura 6, burada 6 oldu. Bura 12, 12'dir. Dairəyə 3 demişəmsə, ulduz da olacaq 9. Deməli, 1, 3 və 9 getdi. 1, 3, 9-u istifadə etdik. Bura alındı 24. Həmçinin digər tərəfdən baxıram. Bu 1, bu 1-dir. Digəri də 3, 3-dür. 8-dirsə burada olacaq 8. 8 bu, 8 bu. 16. 16-dan ağır bir hissə olmalıdır ki, o da 2 hissəyə bölünüb bu qədər fiqurlar alınıb. Başqa nəyi tapmaq mümkündür? Başqa baxsaq ki, dairə burada 3-dür. Altıbucağını hələ ki bilmirik. Əlimizdə nələr qalıb? 8-i də ataq getsin. 3, 9, 1, 1, 3, 9, 8. Aha, atdıq. Nə qaldı? 16-dan ağır olan hissəni burada ulduza biz demişik 9. Ürək qalıb hələ ki. Kiçik ulduzunda. Gələk bu hissəyə baxaq tərəzidə. Bu hissə 24-dən yüngül olmalıdır. Çünki 24 daha ağırdır. 24-dən yüngül olmalıdır və eyni zamanda 2 dənə tarazlıqda olan bir hissə olmalıdır. Məsələn üçün 22 desək 11, 11 formasına düşür. Onu da bölmək mümkün deyil. 20 desək, tutaq ki bura 10, 10 formasında olacaq. 10, 10 formasında olacaq. Onu da bölə bilərəm 5, 5. Bu 3-dürsə avtomatik 2 qalacaq. Zaten əlimdə istifadə etmədiyim də odur. 20-dən aşağı bir qiymət verəndə almayacaq. Məsəl üçün 16 yazsam belə, 16 yazsam belə. 8, 8, 3 bucaq gəlib
4 çıxacaq. Onda digəri də 1 olur və üst-üstə düşmə baş verir. Baxın necə? Bura dedik ki, 24 bura ağırdır da. Bu 24-dən az olmalıdır. Və bu özü də 2 dənə cüt hissəyə bölünür də, tarazlıqda olan hissəyə bölünür. Ona belə çıxır ki, bura ya 20 ola bilər, ya 16 ola bilər, ya da nə ola bilər? 12 ola bilər və s. Biz demişik bura 3. Təbii ki, bu hissə 3-dən daha ağır olmalıdır da. Məsəl üçün 4 ola bilər. 4 olsa və əlimdə istifadə etmədiyim rəqəmdə zaten 4 qalıb. 4 olsa nə baş verəcək? Bu 1 olacaq. Axı gəlib üst-üstə düşdü. Deməli 4 halı ola bilmir. 5 halı yaransa bəs nə olacaq? 6 da ola bilməyəcək. Çünki 6 olması üçün buna gərək təzədən 3 yazım. Bunu 2 yazsam, bu da olacaq 5. Bu hissə 5, bu hissə 5-dirsə, bura olur 10. Onda burada 10'dur. Bu tərəfdə gəlib çıxır 20. Olur 44, 44. Onda bu artıq 2-dirsə, bu romblara gəlib nə çıxır? 4 çıxmış olur. Çünki cəm 10 eləsin. 2-ni istifadə elədik. 3-ü, 5-i, 4-ü istifadə elədik. 5-i də istifadə etdik. 0, 6 və 7 qaldı. İndi tapdığımız ədədləri yerinə gətirib qeyd eləsək, nələr tapdıq? 2, 3, bunlar qeyd olunub. 44 buradırsa, gəlib burada 28 çıxmalıdır. Əgər o hissə 28 çıxırsa, 5 bucaqlarımız bizim çoxdur. Əlimizdə də balaca ədədimiz qalmayıb. Onda 5 bucaqımız nə olur? 0 olmuş olur. 2 dənə hissə qaldı. Ulduz və ürək. Burada da ürək qaldı. Və bunlardan da biri 6'dır, biri də 7'dir. İndi onu da paylaşdırmaq lazımdır. Bura 6 yazsam, bura 6 yazsam, bura 7 yazsam nə olacaq? Bu hissə olur 15, bu hissə olur 13. Tamamilə düzgün olur. Amma əks halda ziddiyyət yaranacaqdır. Baxın, bura 7, bura 7. Buna da 6 yazsaydım, bura 16, bura 13 alınırdı. Bu isə 29 edirdi cəm. Ona görə də ziddiyyəti aradan qaldırmaq üçün gətirib biz bunun yerinə 6, bunun yerinə isə 7 yazmış oluruq ki, 15 bura olsun, 13 də bura olsun ki, cəm bizə 28'i versin. Və bütün fiqurları beləcə tapmış olduq. Yerinə qoyub qiymətini hesablamaq lazımdır. 69. 69'u da yenə rəqəmlərimizi düzək. Başlayacağımız yer haradır? Bu qol, bu qola bərabərdir. Görürəm ki, daha çox fiqur var. Burada daha çox ürəklər var. Ürəyə 0 versəm əgər, gəlib bu romb bu üçbucağa bərabər olur. Ona görə ürəyə 0 verə bilmirəm. Və ürəyə 2 də vermək mümkün deyil. Çünki onda bu qol 12'dən böyük olur. Yəni 12'dən kiçik alınmır da. Onda üçbucağın da qiyməti minimum 12 çıxır. Bizim də əlimizdə elə bir ədədlər yoxdur. Onu da ürəyə gətirib yazıram 1. Ürəyə 1 yazandan sonra 1'i sildik. Rombun yerinə nə yazaram? Bu bir rəqəmli ədəd olmalıdır. Yəni 9'a qədər bir ədəd olmalıdır. Ürəyə yerinə 0, daha doğrusu rombun yerinə 0 yazsam, üçbucaq 6 olur. Olar. 1 yazmaq olmur. 2 yazsam problem yoxdur. Yazmaq mümkündür. Yazsam 8 olur və 3 də yaza bilərəm. 0, 2, 3. Artıq bundan sonrasını 0'ı da, 2'ni də, 3'ü də yoxlamaq lazımdır. Birinci başlayıram 0 yazsam nə baş verir? Hansı ziddiyyət alınır? Onu yoxlayaq. 0 yazanda gəlir bu çıxır 6. Bura 6'dırsa, üçbucağı yerinə yazıram 6. Bu tərəzinin qoluna fikir versək əgər, 5bucaq hər iki tərəfdə var. Bunların müqayisəsinə ehtiyac yoxdur. Belə çıxır ki, 6 böyükdür 3 dənə bu qara ulduzdan. Mən 0 istifadə etmişəm, 1 istifadə etmişəm. Əlimdə qalan balaca ədəd hansıdır? 2'dir. 2'ni də gətirib burada yazsam tarazlıq yaranır. Yəni burada mümkün olmur. Ziddiyyət yaranır. Belə çıxır ki, mən rombun yerinə 0 yaza bilmərəm. İndi 2 yazıram. 2 olanda heç bir problem yaranmır. Gəlir 8 çıxır. Bura 8, 8'dirsə 16, 16 olacaq. Bu da 32. Biz bura 8 dediksə, ulduza nə deyə bilərəm?
əlimdəki 1 və 2 ədədlərini istifadə etmişəm. 1 və 2-ni istifadə etmişəmsə 3 yazsam çox böyük olur. Ona görə ulduza yazmalıyam 0. Uza 0 yazandan sonra 0-ı da atdıq. Qaydırıq hansı tərəfə? Ürəyə 1 demişik. Bizə kömək olan burada ikinci bir hissə var. Cəmi 16 olan 2 dənə fiqur. Bizim əlimizdə qalan hansı fiqurlardan? Ümumiyyətlə, cəmi 16 edən 2 dənə fiqur var. 9 və 7. Deməli, bunlardan biri 9-dur, biri 7-dir. Bu 9 ola bilərmi? 9 olsa, gəlib 5 bucaqlı 8 çıxacaq. Baxın, bizim 3 bucağımız 8-dir. Onda o 9 ola bilmir. Nə olacaq? 7 olacaq. Bu 7-dirsə, avtomatik birisi 9 olur. Və bu 7-dirsə, 5 bucaq nə çıxır? 6 çıxır. Bu qol 7, bu qol 7, 14. 14 ağırdır. Nədən? 14-dən yüngül olan 3 dənə daş yazmaq lazımdır bura. Ona da baxarıq. Bura 32-dir. Bura nə qədər olacaq? 5 bucağa dedik 6. Bu 14 oldu. Bura nə qədər oldu? 6. Bura çıxdı 20. 20 buradırsa 52 buradır. 52 özü də bölünür. 26, 26. 26-nın 14-ü buradadırsa çatışmayan 12-si də burada olmalıdır. Və istifadə etdiklərimizin üzərindən də xətt çəkək. 6 getdi, 7 getdi və 9 da getdi. 3, 4 və 5 qalıb. Sonra nə etmək olar? Bu hissəyə baxıram. İstifadə etdiklərimin qiymətini yerinə yazım. 6 bura demişik. Ulduz istifadə etməmişik. Ağ kvadrat hələ ki qalıb. Romba nə demişik? Romba 2 dedik. Bura 2 yazdımsa 12 etməsi üçün 4 bucaqlı gəlir. 5 çıxır. 5 də getdi. Əlimizdə 3 və 4 qaldı. 3 və 4-ü də bura elə paylaşdırmalıyam ki, bu hissə daha ağır olsun. Onu mən bura 4-ü gətirib yazsam. Kvadrat, baxın, qeyd etmişikmi? Ulduz yoxdur. Ağ ulduz. Dairə. Dairə də yoxdur. Kvadrata 5 demişik. Və bura gətirib 3 yazsam, buralara 4 yazsam, bu tərəf avtomatik çox çıxır. Ona görə gətirib nə yazmalıyam? 4 yaza bilərəm bura. 3 yazsaq görək nə baş verir. 9, 11. 11 bura olur. 4 də bura yazsam, 15 də bura olur. Heç bir problem yoxdur. 3 və 4-ü yazmaq mümkündür. Bəs 4 3 olsaydı nə olardı? Bu tərəfə 4, 4, 4 olsaydı 12, 14 olardı bura. Aşağıda isə az olardı. 12 yaranmış olardı. Ona görə də biz daha çox fiqura daha az qiymət verməliyik. Çünki onun sol tərəf daha azdır da çəkisi. Bu səbəbdən ulduza 3 veririk, dairəyə də 4 veririk və hamısını da gətirib yuxarıda yerinə qoyub hesablamaq lazımdır. Sonra keçirik 70-ə. 70 də tarazlıqda olan bir tərəzidir. Başlayırıq x-ləmə üsulundan. Eyni çəkiləri görmək üçün. X-ləyəndən sonra bura 4x, 4x, 8, Başladıq ki, burada daha çox fiqur var, burada isə tək fiqur var. Bunların ölçüləri bir-birinə bərabərdir. 0-dan 9-a qədər düzək rəqəmləri. Bir-birinə bərabərdirsə, mən gətirib bura 1 yazmalıyam ancaq. 2 yazsam, gedib 3 bucaq da 10 çıxacaq. 1 buradırsa, 5 də buradır. Harda ulduz görsəm 1, 3 bucaq görsəm yerinə 5 yazıram və x-ləri də artıq ləğv edib yerinə 5-lər, 10-ları yazmaq olar. Tərəzinin bu gözü çıxdı 5. Bunlar da 40, 40 olacaq. Aha. 1 buradırsa 9 da burada olacaq. 1, 5, 9 getdi. 1, 5, 9 istifadə olundu. 5-i verən hansı ədədlərdir? 0 ilə 5 ola bilər və yaxud da ki 2 ilə 3. Sözsüz ki 0 ilə 5 yazsaq təkrarlanma olacaq. Deməli 2 ilə 3 olmalıdır bu fiqurlar. 2 ilə 3 olmalıdır. Bəs hansı 2, hansı 3 onu da təyin edəcəyik. Bura 3 yazsam, bunlar gəlir tək ədəd çıxır.
Ona görə tək ədəd deyəndə kəsr ədəd daha doğrusu 3/5 çıxır. Onda belə çıxır ki, dairə nə olmalıdır? 2 olmalıdır. Dairə 2-dirsə, avtomatik romb gəlib 3 çıxır. Dəyişək görünsün. Bu 2, bu 3. Bu 2-dirsə, bu ikisinin cəmi 8 olmalıdır. Onda 4 bölünür. 2-ni, 3-ü, 4-ü istifadə etdik. Sonra rombun qiymətini hələ tapmamışıq. 5 bucaqlı da qalıb. Aha, tapdıq. Romba dedik 3, birisinə 2, buna da 3 dedik. Bu 3-dürsə 5 bucaqlı olacaq 7. Cəmi 10 etsin. Bu getdi. Sonra əlimizdə nə qalıb? Romba 3 deyəndən sonra 6 bucaqlının burada qiyməti 4 olur. Onu da tapmışdıq zaten. Əlimizdə qaldı nə? 0, 6 və 8. Bura biz nə deməliyik? 6, 6, 8. Çünki 20-ni verən yalnızca 6, 6, 8-dir. Hansısa birinə 0 versəm, gəlib o birisi ürək məsəl üçün 10, 10 çıxır. Bura 8, 8 versəm gəlir 4 olur. Toqquşma baş verir. 6 və 8 ilə paylaşdırmaq lazımdır ki, cəm 20 etsin. O da bu formada böldük. Biz istifadə etdik 6-nı da 8-i istifadə etmədiyimiz yeganə ədəd qaldı. Bu da 0-dır və bizdən də elə onu soruşur ki, hansı iştirak etmir? 0 A variantı olacaq. 71-78 tipli suallarda bəs sualın mahiyyəti nədən ibarətdir? Burada tərəzilər verilir, müxtəlif tərəzilər. Tarazlıqda olan və yaxud da ki, tarazlıqda olmayan əyri tərəzilər verilir. Onların daxilində müxtəlif fiqurlar verilir və şərtlər bizə hansı formada təqdim olunur burada? Bəzən şərtlər dəyişir və əsasən burada çox vaxt qeyd olunur ki, məsəl üçün 1-dən 9-a qədər ədədlər istifadə olunur, 1-dən 8-ə qədər, 1-dən 5-ə qədər, 7-yə qədər və s. özün şərtdə hər birini qeyd edir. Bəzən də qeyd edir ki, bir rəqəmli natural ədədlərlə ifadə olunur və s. Ona görə orada verilən ədədləri ilk öncə müəyyənləşdirib kənara özümüz üçün yazmalıyıq və elə qiymət verməliyik ki, tərəzidəki tarazlıq düzgün alınsın. Tərəzi tarazlıqdadırsa, tarazlıq pozulmasın, yenə olduğu kimi qalsın və s. Əyridirsə, həmin əyri tərəziyə uyğun formada olsun fiqurlar. Başlayacağımız yer həmişə daha çox fiqurun yığıldığı yer olur. Məsələn, 5 dənəsi birinə bərabərdirsə və bizim əlimizdə yalnız 1-dən 9-a qədər ədədlərdirsə, dairəyə yaza bilərik ancaq 1. Dairə 1 olsa 5 bucaq, 3 bucaq olacaq 5. 1 və 5-i istifadə elədik, üzərindən xətt çəkirik. Hansını ki istifadə etmişik, atmaq lazımdır onları. Sonra mən dairəyə 1 yazandan sonra görürəm ki, bu fiqur bir dənə fiqura bərabərdir. Gətirib kvadratlara 3 yaza bilmirəm. Çünki 3 yazsam 10-a bərabər olacaq. 2 yazmalıyım. 2 yazandan sonra 6, 1, 7. 2 və 7 də getdi artıq. Nə qaldı? 3 dənə fiqur bir dənəsinə bərabərdir. 3-ü birinə bərabərdirsə, ora ancaq 3 yaza bilərəm. 1, 2 istifadə olunub da 4 də yazsam 12 çıxır. 3 yazsam bu gəldi 9 çıxdı. 3 və 9 da getdi. 4, 6 və 8 yarandı. Deyir 4, 6 və 8-i elə paylaşdır ki, 2 dənə eynisinin cəmi digərlərinin cəminə bərabər olsun. Bu da 6, 6, 4 və 8-dir. Amma hansının 4, hansının 8 olduğunu hələ ki bilmirik. Heç bunun bir önəmi də yoxdur. Sualda isə qeyd olunur ki, fiqurların ifadə etdikləri ədədlərin qiymətinin artma ardıcıllığı ilə düzün. Dairəyə 1 demişik, ulduza demişik neçə? 4 və yaxud da ki 8, məlum deyil. Kvadrat 2-dir, qara kvadrat isə 3-dür. Artma ardıcıllığı deyilsə, birinci budur, nömrəsi 1-dir. İkinci budur, nömrəsi 3-dür. Üçüncüdə budur, nömrəsi 4-dür və ən sonda budur, nömrəsi 2-dir. 1, 3, 4, 2. Sıralayanda nömrəyə görə sıralamaq lazımdır. Cavab olur C. 72-ci sualda deyir 1-dən 7-yə qədər ədədlər verilib. 5-i birinə bərabərdirsə yaza biləcəyim yeganə 1, 5-dir. 1 və 5 getdi. Sonra görürük ki, 2 dənəsi bir dənəsindən, bura 1 demişəmsə, biri bu ikisindən nədir? Ağırdır. Oradakı qiymət indi nə ola bilər, ona baxmaq lazımdır. Qara dairəmiz tək ədəd olmalıdır. Çünki burada sağ tərəfin qiyməti cütdür. 2 dənə eyni bir fiqurdan qoyublarsa nəticə cüt olacaq.
Onda mən qara dairənin yerinə ya 3 yazmalıyam əlimdə qalan tək ədədlərdən, ya da 7. 3 yazsam nə baş verir? Bir dənə baxın. 3 yazsam 3-dən yüngül nə var? Ancaq 2, 1 var da. Buna da 1, 1 yazıram. Axı gəlir birlər toqquşur, üst-üstə düşür. Ona görə dairəyə 3 yazmaq mümkün deyil. Dairəyə gətirib yazıram 7. 1 ilə 7 yazmışam 8. Bu da bölünür 4, 4. Sonra bu 7-dirsə, bunun yerinə ya 2 olar, ya da 3 olar. Bunu hələ ki tam müəyyənləşdirə bilmirik. Sonra nə tapmışıq? 4 ilə hansı bir ədədin cəmi digərinə bərabərdir? İstifadə etmədiklərimizdən baxaq. 7 gedib. 4 ilə 2-nin cəmi 6-ya bərabərdir. Belə almaq mümkündür. 4 ilə 2 6-ya bərabərdirsə, onda kvadrat 2-dir. 4 də getdi. Bu da nə olur? Ulduzlar da olur 3. Hamısını tapmış olduq. Bizdən ağ ulduzla qara ulduzu soruşur. Ağ ulduz 3-dür. Qara ulduz isə nəyə bərabər oldu? 6-ya cəm də olur 9. D variantı. 73-də. 73-də yenə başlayacağımız hissə çox olan fiqurların yeridir ki, ya üçbucağın yerinə birdən nə qədərdir? 8-ə qədər ədədlərdir. 1, 8. Burada üçbucağın yerinə mən 1 yaza bilərəmmi? Ona baxmaq lazımdır. 1 yazsam bu olacaq 4. 4 nədən ağırdır? Ancaq 1-dən, 2-dən və 3-dən. 3 dənə fiqurun cəmi heç 3 eləyə bilərmi? Yox, 3 dənə fiqurun cəmi minimum 6 eləyir ki, 1, 2, 3 olsun. Onda belə çıxır ki, bu üçbucaq 1 deyil, 2-dir. Üçbucaq 2 olsa dairə olacaq 8. Dairə 8-dirsə hələ ki qalsın. 3 dənəsi 1 dənəsinə bərabərdir. Mən 2-ni və 8-i istifadə etmişəm. 3 dənəsi 1-nə bərabərdirsə, bu ya 1 ya 3 olacaq. Başqa da bir hal ola bilməz. Bunlara 1, bunlara da 3 deyirəm. Bu 1-dirsə, onda mənim buradakı ədədlərim nə olmalıdır? 3-dən fərqlidir də. 3-ü də istifadə etmişəm, 1-i də istifadə etmişəm. Nə olmalıdır? 1 2-dir. Bunu yazmışam. Bura nə yazım ki, 8-dən kiçik olsun? 4. Yalnızca yaza biləcəyim ədəd 4-dür. Çünki qalanlarını yazsam çox böyük olur. 4-ü yazdıq. Bura 2-dir. Bunları bilmirik. Bu da 4. Bunu da hələ ki bilmirik. Əlimizdə qalan ədədlər 5, 6 və 7-dir. Onları necə paylaşdırım ki, cəmlər bir-birinə bərabər olsun? 2 ilə 7-nin cəmi 4 ilə 5-in cəminə bərabər olar. Ancaq bu halda mümkündür. Başqa bir halı yoxdur bunun. 2, 5 desəm gərək 4, 3 deyəm. Axı 3-ü də istifadə etmişik. Əlimizdə qalan ədədlərlə bərabərliyi ancaq bu formada yarada bilərik. Və bizdən də nə soruşurdu? Ədədlərin qiymətin artım ardıcıllığı ilə düzün. Dairə 8-dir, kvadrat 3-dür. Sonra bu birisi tərəzidə olmayan bir fiqurdur. Tərəzidə hansı olmadı? 5 oldu, 7 oldu. Olmayan 6-dır. Sonra a kvadratda olur 7. Artma deyirsə 2, 3, 4 və 1. 2, 3, 4, 1 formasında olmuş oldu. 74. 74-də də eyni qayda ilə 1-dən 9-a qədər düzürük ədədləri. Başlayırıq qiymətini tapmağa. Görürəm ki, bir dənəsi 4 dənəsinə bərabərdirsə, ya bura 1, 4 yazmaq olar, ya da 2, 8 yazmaq olar. 1, 4 yazsam amma, baxın nə baş verir. Bura 1, 1 olsa, bura 1, 1, 2. 2-dən yüngül nə var? 1 var. Gəldi, üst-üstə düşdülər. Onda belə çıxır ki, 3 bucağa 1 yazmaq olmaz. 3 bucağa yazıram 2. Yazdıq 2. 2 olanda bura oldu 8, onda bu da 8-dir. 2 və 8-i istifadə etdik, getdi. Bura 2, 2-dirsə, 2-dən ağır əlimizdə nə var? 1 var, 3 var. Yəni bu fiqur ya 1-dir, ya da 3-dür. Hələ ki onu bilmirəm. Sonra burada 2 var, burada 8 var. Cəmi 10 edən fiqurlar lazımdır bizə. 3 dənə fərqli fiqur ki, cəmi nə etsin? 10 etsin. Daha sonra aşağıda verib. Bu ulduz 2 dənə üçbucağa bərabərdir. 2 dənə bu ulduz fərqli ulduzlar. 2 dənə eyni üçbucağa bərabərdir. Burada nə yaratmaq olar? Tutaq ki, birinci düşünürəm, ulduz 1-dir. Axı burada dedik ya 1 olar, ya 3 olar. Ulduz 1 olsa, onun üzərində nə gəlsəm 2 dənə eyni fiqur yarada bilərəm.
tək ədəd olmalıdır da təbii ki. Əlimdə olan, tutaq ki, mən 1-i istifadə etmişəmsə, əlimdə olan 3, 5 və 7-dir. 3 yazsam gəlir 2, 2 çıxır. Ola bilməz, bu ziddiyyətdir. Sonra 5 yazsam 6 gəlir 3 çıxır. Aha, bir problem yoxdur hələ ki. Buna 3 demişəmsə, buna 3 demişəmsə. Onda yerdə hansı ədədim qalır mənim? Cəmin 3 olması üçün bu ikisinin cəmi 7 olmalıdır. 7-ni də bizə verən yalnız nədir? 1 ilə 6-dır, 1 istifadə etmişəm. 2 ilə 5-dir, 2-ni istifadə etmişəm. 3 ilə 4-dür, bu da mümkün deyil. Çünki artıq mən burada 3 istifadə eləmişəm. Onda 5 burada problem yaratdı. 7-ni yazıb yoxlamış olsaq, 7-ni yazıb yoxlamış olsaq, bu gəlir 4 çıxır. Bu 4-düsə, onda fiqurlardan biri 3 olur, biri də nə olur? Digəri də təzədən məsəl üçün 3 olmuş olur. Belə çıxır ki, burada bir dənə 1 var. 1 var. Onda bu 1-dirsə, buradakı fiqur nə olur? 3 olmuş olur. Ya biz elə bir bərabərlik yaratmalıyıq ki, ödənsin. Bu 3-dür. Bu 3-dürsə, bu nəyə bərabərdir? 3, 5 versəm, daha doğrusu 3, 7 versəm, 3, 7 versəm, bu gəlir 5, 5 çıxır. Buna 5, olmayan fiqurlardan birinə 1, birinə 4 verərik. Burada heç bir üst-üstə düşmə halı baş vermir. Amma gətirib o ağ ulduza 5 yazanda problem yaranacaqdır. Niyə? Buna 5 yazanda gəlib bu 4, 4 çıxırdı. Buna 4 demişəm. Yerdə qalan ədədlərim hansılardır mənim? Cəmin 4 verməsi üçün. Cəmin, daha doğrusu 10 olması üçün biri 4-dürsə, yerdə qalan 1 ilə 5-i yazmalıydım da. Amma 5 də axı görürük ki, burada ola bilməz. Çünki 5-i mən burada istifadə etmişəm. Deməli, nə etməliyik? Bura 3, bura 7-dir. Bura gəlir 5, 5 çıxır. Bu 5 olandan sonra biri də 4 olur, 1 olur. Sadəcə, yəni istifadə etmədiyimiz yeganədə də oldu 9. İştirak etməyən fiqurların çəkilərinin cəmini tapın. Aha, başqa hansı fiqur iştirak etməyib bizdə? 1 iştirak etdi. 2 iştirak etdi. 3 iştirak etdi. Görürük ki, 4 də var, 5 də var, 6 yoxdur. Bəli, 6 yoxdur, bir də 9 yoxdur. 7-miz də var, 8-imiz də var. 6 və 9 yoxdur. Bunların da cəmi bizə 15-i vermiş olur. Həmçinin digərlərində də bu formadadır. Eynisini yazırıq. 1 buralardırsa, bu olacaq 5. Harda bunu görürüksə, gətirib yerinə 5 yazırıq. Rəqəmləri də 1-dən 9-a qədər düzək. Bu 5-dirsə, 5, 5, 5, 15. 15-in üzərinə nəsə gəlirəm, 2 dənə fiqurun cəminə bərabər olur. Bizim əlimizdəki fiqurların cəminin maksimal qiyməti 17 olmalıdır da. Onda belə çıxmır ki, bu kvadrat 2-dir. Bunların da biri 8, bir dənəsi də 9-dur. Biri 8-dir, biri də 9-dur. Aha, olsun. 1, 2, 5 getdi. 1, 2, 5 getdi. 8 ilə 9 da nəzərimizdə gedib. Belə düşünürük. İndi mən bu fiquru yarada bilərəmmi? Ona baxmaq lazımdır. Görürəm ki, 2 dənə fiqur bu 3 dənəsindən daha ağırdır. Ona təbii ki, o qara üçbucaqların yerinə yazılacaq ədədlər böyük olmalıdır. 8 və 9 ola bilmir deyə ya 7 ya da 6-dan hansısa biri olacaq. Baxmaq lazımdır nəyə? Bu hissəyə. Bu hissədə bu ikisinin cəmi bizə ya 8-i ya da 9-u verir. İndi yazıram tutaq ki 8. Qalan əlimizdə qalanlardan ikisinin cəmi bizə 8 verən nəsə varmı? 8-i verən 1 ilə 7 idi, 1 gedib. 2 ilə 6 idi, 2 gedib. 3 ilə 5 idi, 5 gedib. 4 ola bilmir. Yerdə heç nə qalmadı 8-i verən. Onda belə çıxır ki, ulduz 8 deyil. O ulduz 9-dur. 9-u verən nə var? 1 8-dən 1 gedib. 2 7-dən 2 gedib. 3 ilə 6 ola bilər. 4 5-dən də 5 gedib. Biri 3-dür, biri də 6. Hansının hansı olmasının fərqi yoxdur. Üçbucağa məsələn 3 deyək, dairəyə də deyək 6. Bu hissə 9-dur. Və 3 getdi, 6 getdi. Əlimizdə nə qalıb? 4, 7, 8 və 9.
9 da gedib, onda bu birisi də 8-dir. Nə qalıb? 7. 7-ni də gətirib bura yazandan sonra 14, 9, burada nə düşür? 4. Bu isə oldu 13. Buranın qiyməti 13, buranın da qiyməti 14. Təbii ki, əlimizdə qalan 4 və 7-dən də böyük olanı aşağı verməli idik də. Ona görə 7-ni aşağı verdik, 4-ü də yuxarı. Qiymətləri müəyyən edin deyir. Bu 9-dur, digəri nədir? 1-dir. Ulduz 8-dir. Qara üçbucağı isə 7-dir. 9, 1, 8, 7 olacaqdır. Bunların digərlərini də həmçinin eyni qaydada təyin edirik.